davam edirik. Regionda gərginliyin artdığı bir vaxtda Azərbaycan humanist mövqeyi ilə diqqət çəkir. Təbii ki, rəsmi Bakı həm qonşu ölkələrə, həm də eyni zamanda xarici ölkələrdən vətəndaşların təxliyəsini həyata keçirir. Həm də elə bugün səhər saatlarında İrana humanitar yardım göndərildi. Bu bir daha Azərbaycanın regionda sülh və təhlükəsizliyə xidmət etdiyini göstərir. Hazırda elə biz də mövzunu bu istiqamətdə davam etdiririk. Studiyada qonağım millət vəkili, eyni zamanda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslandır. Novruz müəllim, hər vaxtınız xeyir olsun. Vaxtınız xeyirli olsun. Təşəkkür edirəm və elə yeri gəlmişkən bugün Qızıl Aypara Cəmiyyətinin də 106 yaşı, səhv eləmirəmsə, tamam olur. Bu münasibətlə biz sizi təbrik edirik. Təbii ki, sizin də missiyanız elə humanitar yardımların həyata keçirilməsindən bağlıdır. Elə öncə ondan başlayaq. Necə qiymətləndirirsiniz Azərbaycanın indiki şəraitdə, regionda gərginliyin artdığı bir dönəmdə bir çox istiqamətlərdə humanitar addımlarını? Ən birinci növbədə sizə təşəkkür edirəm məni dəvət etdiyinizə görə. Qeyd eləmək istəyirəm ki, bizim dövlət tərəfindən, xüsusilə möhtərəm cənab prezident tərəfindən aparılan bu siyasət humanitar sahədə çox önəmlidir. Mən belə deyərdim ki, bu humanitar diplomatiyanın bir bariz bir nümunəsidir. Çünki hər tərəfli ölkə həm özünü iqtisadi cəhətdən, həm siyasi cəhətdən, hər bir cəhətdən inkişaf edilmiş ölkənin humanitar sahədə də fəaliyyəti çox vacibdir və çox lazımlıdır. Bu humanitar siyasət nəticəsində ölkənin, dövlətin, onun nə dərəcədə beynəlxalq aləmə qanunlara hörmət edilməsi, o cümlədən beynəlxalq aləmdə özünü tanıtdırması, həm də ki, öz nüfuzunu, hörmətinin qaldırmasının sayəsində atılan mühüm addımlardan biridir. Məhz bu gərginlik zamanı, dünya təlatümlər olduğu zamanı və bizim sərhədlərimizdə böyük narahatçılıq olduğu zaman ölkə rəhbərinin belə bir siyasi və humanitar sahədə atdığı bir addım təqdirə layiqdir və bütün beynəlxalq aləmdə çox müsbət qarşılanır. Heç də təsadüfi deyil ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən humanitar karvanı artıq yola salınıbdır. Müvafiq lazım olan ərzaq yardımları insanlara çatdırılacaqdır. Çünki gərginlik zamanı hər bir insan əziyyət çəkə bilər. Onlar həssas qrup bizdə qəbul olunur. Fövqəladə Hallar üzrə ekspert olduğuma görə qeyd eləmək istəyirəm ki, orada sual oluna bilər ki, ilkin mərhələdə nə üçün beləncə ola bilər ki, az humanitar yardım göstərilibdir. Təbii ki, o sualda cavablandırsanız düşünürəm ki, daha cavablandırıram. Çünki Namidə xanım, söhbət bundan gedir ki, ilkin mərhələdə biz gedib qiymətləndirmə keçirməliyik. Məhz ilkin mərhələdə bizim Fövqəladə Hallar Nazirliyi ora öz humanitar karvanını yola salarkən, həm də ki, orada onunla bərabər olaraq xüsusi ixtisaslaşmış bir insanlar da oraya yola salınır. Ekspertlər yola salınır. Onlar bu işdə çox mükəmməl işlərini bilən bir insanlardılar. Onlar orada müvafiq qaydada ehtiyacları öyrənəcəklər. Onlar orada müvafiq qiymətləndirmə prosesini həyata keçirdəcəklər. Gəlib burada o tələbatı uyğun olaraq o insanlara, o camiyyədə nə lazımdırsa onu müəyyənləşdirib, ondan sonra müvafiq strateji və taktiki addımlar atacaqlar. Yəni bu mərhələnin birinci addımıdır. Bundan sonra hansı addımlar atılmalıdır sizcə? Bu, yenə demək istəyirəm, asılıdır münasibətlərdən və oradakı olan humanitar çağırışlara uyğun olaraq həyata keçirməlidir. Humanitar çağırışlar nədən ibarətdir? Ola bilər, oradakı hansısa insanlara ərzağa ehtiyacı ola bilər, hansısa bir insanların yanacağa ehtiyacı ola bilər, hansısa insanlara psixoloji yardıma ehtiyacı ola biləcək. Ola bilər ki, insanların, misal üçün, qalmağa bir şəraiti yoxdur. Yəni ki, orada tutaq ki, əgər biz yadımıza salsaq, o keçən əsrin bizim o qaçqın və məcbur köçkünlərimiz İran tərəfinə keçdiyi zaman onlar, misal üçün, öz ərazisindən bizim Biləsuvar, Sabirabad, İmişli zonasına böyük bir çadır şəhərciyi saldılar və onu təhvil verdilər Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyasına. Yəni ki, bu böyük bir iş oldu humanitar bir sahədə. İndi əgər ehtiyac olsa, hansısa bir problem yaransa, Azərbaycan dövləti və onun təşkilatları bu işə həmişə hazır olmalıdır. Ümumiyyətlə, qonşuluq siyasətində bunlar çox vacib məsələlərdir və qeyd eləmək istəyirəm ki, qonşuluq münasibətlərində humanitar siyasəti həyata keçirmək, humanitar yardımlar etmək, humanizmlə ümumiyyətlə maraqlanmaq və şərik durmaq bu problemlərə, bu dövlətə ancaq onun nüfuzunu və hörmətini regionda artırır. Novruz müəllim, elə yeri gəlmişkən siz
beynəlxalq mən istərdim ki, bu Qızıl Xaç Komitəsinə də biz bir toxunaq. Çünki siz özünüz də bir humanitar bir təşkilata rəhbərlik edirsiniz və bu cür situasiyalarda demək olar ki, biz sizin təşkilatın fəaliyyətini görürük. Necə düşünürsünüz? Biz zaman-zaman, məsələn, biraz öncə də qeyd elədim, Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar məsələlərdə heç də doğru addım atmadığını biz müşahidə eləmişik. Xatırlayırsınızsa, humanitar ad altında hətta biz gördük ki, onlar silah belə daşıyırlar, hansısa bir addım atırlar. Ümumiyyətlə, nə dərəcədə doğrudur? Yəni, bu cür humanitar ad altında müxtəlif məqsədləri gizlətmək və müxtəlif məqsədlərə xidmət eləmək. Bir mənalı olaraq düzgün deyil, bir mənalı olaraq bu mənfi qarşılanır. Təkcə nəinki müvafiq qurumlar tərəfindən, o cümlədən elə bizim Beynəlxalq Qızıl Xaç və Aypara Hərəkatı tərəfindən belə addımlar müsbət qarşılanmır, əksinə tənqid olunur və qeyd eləmək istəyirəm ki, bu bizim missiyamıza və humanitar missiyamıza heç də uyğun deyil. O ki, qaldı Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin fəaliyyətini mən qeyd eləmək istəyirəm ki, müvafiq zamanlarda, çətin dövrlərdə, siz bilirsiniz ki, bizim ulu öndərimiz o vaxtda Naxçıvanda olanda ilk elə müraciət etdiyi humanitar təşkilat elə Beynəlxalq Qızıl Xaç Komitəsi idi və ilk yardım da Beynəlxalq Qızıl Xaç tərəfindən Azərbaycana gətirildi. Amma nə dərəcədə bu humanitar təşkilatlar siyasiləşirlər və yaxud siyasətdə xidmət edirlər, bu təbii ki, ikinci bir sualdır. Bizdə olan məlumata görə, xüsusi olaraq biz 2020-ci ildə olan hadisələri, mən silah daşınmasının şahidi olmamışam və o da ola da bilməzdi. Amma digər insanların, tutaq ki, hansısa bir terrorizmdə, hansısa bir digər separatist hərəkatda işləyən, onların köçürülməsi, maşınla aparılması və yaxud hansısa bir biz orada gördük ki, müəyyən belə də əşyaların və yaxud hansısa bir sistemlərin daşınması, bu təbii ki, onlara heç də bir humanitar təşkilat kimi onlar hörmət gətirmədi onlara. Biz də bunları təbii ki, müşahidə etdik və qeyd eləmək istəyirəm ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda olan fəaliyyəti 1992-ci ildən bəri fəaliyyət həyata keçirmişdir və iki tərəfli bizim dövlətimizlə və onlar tərəfindən bağlanmış müqaviləyə əsasən həyata keçirilmişdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin əsas missiyası ondan ibarətdir ki, dünyada ümumiyyətlə baş vermiş fövqəladə hallar zamanı, münaqişələr zamanı, müharibələr zamanı, yəni ki, öz fəaliyyətlərini mandatına uyğun olaraq həyata keçirdilər və artıq missiya bitdiyinə görə artıq bizim ölkədə, o cümlədən Qarabağda məsələ tam həllini tapdığına görə yəni onlar öz missiyasını bitirmiş oldular və dövlət tərəfindən onların burada artıq fəaliyyətinin davam olmasına yəni ki, zərurət bilinmədi. Ona görə məhz bu sayədə onlar da öz missiyasını başa çatdırıb öz deməli qərargahlarına Cenevrəyə getdilər. Ümumiyyətlə, necə düşünürsünüz, Novruz müəllim? Təşkilatlar, yəni humanitar təşkilatlar, humanitar ad altında fəaliyyət göstərən təşkilatlar siyasiləşməlidirmi? Qətiyyən yox, bir məna olaraq qətiyyən yox, amma əfsuslar olsun, belə təcrübədə misallar çoxdur. Bir çox deməli kəşfiyyat orqanları, o cümlədən digər dövlət deməli strukturları ki, onlar hansısa bir ölkədə öz maraqlarını həyata keçirmək istəyirlər və yaxud kəşfiyyat maraqlarını və yaxud digər maraqlarını həyata keçirdə bilərlər. O təbii ki, bu istehsalat cəhətində də ola bilər, iqtisadi məsələlər də ola bilər. Buna deyirlər ki, yəni müvafiq sahələrdə şpiyonaj deyirlər ona. O sahələrdə bunlar hadisələri tam yerinə yetirir və o çətir altında humanitar təşkilatlar rol oynayır. Yadınızdadırsa, misal üçün bir çox təşkilatlar var ki, onlar özlərini humanitar təşkilat kimi adlandırırlar. Misal ki, insan azadlığının, onun tam şəkildə azad olunması haqqında, amma görürsünüz ki, müvafiq qərarlar qəbul edirlər, müvafiq addımlar atırlar ki, onlar ölkələrin ümumiyyətlə bütün milli maraqlarını ziddiyyətinə, əleyhinə işləyir. Bu da ki, təbii ki, qəbul olunan deyil. Bir mənalı olaraq humanitar təşkilat adını daşıyan insan, yəni ki, təşkilat heç vaxt, heç zaman onlar siyasətə qoşulmamalıdırlar. Əslində buna səbəb nədir? Buna maraq nədir? Çünki yetəri qədər siyasi təşkilatlar var, yetəri qədər bu proseslərin davam etməsi üçün müəyyən müxtəlif platformalar var. Amma əgər söhbət burada humanitar bir
dəstəkdən gedirsə, humanitar yardımdan, təşkilatdan gedirsə, onlar niyə görə bu yola əl atırlar və yaxud da bu necə deyim, bu missiyanı həyata keçirməyə can atırlar? Nə onları məcbur edir? Çox hasant və rahat. Təbii ki, humanitar təşkilat altında onlar rahat fəaliyyət göstərə bilirlər. Müvafiq qanunvericiliyə uyğun olaraq onlara xüsusi hörmətlə yanaşırlar. Yəni ki, onlar yaxşı humanitar çətiri altında gəlib ölkədə müəyyən fəaliyyət göstərirlər. Amma bərabər olaraq digər də sahələrə hansı ola bilər tərəfkeşlik eləyirlər, hansısa bir sahədə müəyyən xidmətlər göstərirlər. İnsanlar müxtəlifdir, təşkilatlar müxtəlifdir. Siyasiləşmiş təşkilatlar var və ta ki, siyasiləşməmiş təşkilatlar var. Bizim ölkədə hal-hazırda Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyası fəaliyyət göstərir. Tam əminliklə deyə bilərəm ki, bu təşkilat məhz 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Bizim dövlətimizlə müqavilə əsasında və öz humanitar missiyasını çox şərəflə və ləyaqətlə həyata keçirilir. Heç bir siyasi istiqamət olmadan. Doğru. Novruz müəllim, əslində həm də bizim mövzumuz Azərbaycanın bölgədə, regionda humanitar missiyası ilə, humanitar addımları ilə bağlıdır və mən biraz öncə də qeyd elədim, əslində bu həm də sülhə və təhlükəsizliyə xidmət edən bir addımdır və biz fikir verin, bugün əgər İrana Azərbaycan tərəfindən humanitar yardımın göndərilməsini danışırıqsa, artıq neçə gündür biz həm də xarici ölkə vətəndaşlarının Azərbaycan vasitəsilə, yəni onların təxliyə prosesinin həyata keçirilməsini də biz işıqlandırırıq, biz bunu görürük, bunlar hamısı həyata keçirilir. Təbii ki, bunlar hamısı Azərbaycanın humanitar dəstək addımıdır, humanitar missiyaya nə dərəcədə sadiq qaldığını göstərir. Və necə qiymətləndirirsiniz bu proseslərin paralel formada davam etməsini? Çox müsbət qiymətləndirirəm. Mən qeyd eləmək istəyirəm ki, hal-hazırda o keçən səfərdə 12 günlük müharibə nəticəsində biz belə bir hadisə ilə üzləşdik. Bugünkü gündə Azərbaycan dövləti çox unikal bir sistem qurubdur. Bu sistem də sistemləşmiş şəkildə həyata keçirilir. Yəni pərakəndəlik bizim dövlətdə, ölkədə heç vaxt olmayıb və olmayacaq da. Çünki bu yanaşma çox vacib bir məsələdir. Artıq bir çox təşkilatlar, o cümlədən dövlətlər, bilirsiniz ki, bu yaxınlarda Fransa prezidenti də cənab prezidentə İlham Əliyevə zəng vurdu, təşəkkürünü bildirdi. Çox belə mütəşəkkir bir surətdə, sərhəddə o insanlar qarşılanır, onlara tutaq ki, müxtəlif xidmətlər göstərilir və sistemli şəkildə onları lazım olan istiqamətdə yönləndirirlər və yola salırlar. Mən sizə deyim ki, belə analoq olmayan bir hadisələrdir. Mən bir çox hadisələrdə, bir çox belə fövqəladə hallar zamanı bu proseslərlə çox bildiyimə görə və tanış olduğuma görə mən bu sistemin Azərbaycanda olması mən qeyd edirəm ki, bu unikal bir hadisədir. Adətən belə insanlar qalırlar, sərhəddə çox vaxt itirirlər, onlara orada baxan olmur, onlara tutaq ki, xidmət göstərilmir, onları tutaq ki, heç bir diqqət yetirilmir. Belə hallar çox olur. Bugünkü gündə də, hal-hazırda da bu proseslər baş verir. Mən də o ölkələrin adını çəkmək istəmirəm. Amma bizim Azərbaycanda mütəşəkkil surətdə bu iş, fəaliyyət həyata keçirilir və mən fürsətdən istifadə edib bütün dövlət strukturlarına bu işdə, bu fəaliyyətinə görə dərin minnətdarımı təşəkkür bildirmək istəyirəm. Aypara Cəmiyyəti öz tərəfindən, misal üçün Astarada bizim könüllərimiz, bizim Astara rayon komitəsinin işçiləri də orada təbii ki, o sərhəddə durmuşdular və oradakı olan insanlara əgər ehtiyacı varsa humanitar sahədə hansısa bir suallara cavab vermək, onlar da yəni ki, insanlar görürlər ki, Aypara Cəmiyyətində üzvləri orada dayanıb onlara xidmət göstərməyə hazır idilər. Novruz müəllim, ümumiyyətlə münaqişə dövründə, müharibə dövründə bu cür humanitar dəstəklərin, humanitar missiyaların icra olunması nə dərəcədə zəruridir? Mən açıq deyim ki, zərurət birmənalı. Biz 2020-ci ildə müharibə nəticəsində bizim mobil texniki dəstələrimiz insanlara o Tərtər şəhərində, digər bombardımana məruz qalan sahələrdə insanlara yardımçı və köməkçi olmuşdular. Onlar tutaq ki, zirzəmilərdə onlara su aparırdılar, ərzaq verirdilər, onlara xidmət göstərirlər. Hətta meyitlərin meçidlərdə yuyulmasında da iştirak edirlər. Çünki bizim Aypara Cəmiyyətinin mobil texniki dəstələri çox hazırlaşmış bir insanlardır. Onlar artıq professional cəhətdən bu işləri bilirlər və əgər müharibə varsa,
təbii ki, orada humanitar sahədə də böyük ehtiyaclar var. Hətta biz beynəlxalq humanitar siyasət haqqında danışanda da biz Cenevra konvensiyaları yadımıza salırıq. Hətta müharibə etdiyi zaman əsirlərlə necə davranış olmalıdır, onlara necə münasibət bəslənilməlidir, mülki əhaliyə əsgərlər tərəfindən necə münasibət bəslənməlidir. Bu 44 gün ərzində Namidə xanım, bu müharibə nəticəsində bizim Müdafiə Nazirinə xüsusi təşəkkür bildirmək istəyirəm ki, Müdafiə Nazirinin bütün əskərlərində, bütün zabitlərində məhz humanitar sahədə olan hüquqların təlimatları var idi bizim əskərlərimizdə. Onlar artıq hansısa bir o işğaldan torpaqları azad edəndə onlar artıq bir mənalı bilirlər ki, mülki əhali ilə necə münasibət bəsləmək lazımdır, hansı hərəkət etmək lazımdır və bunlar çox vacibdir və hesab edirəm ki, burada bu məsələdə bizim ölkəmiz bunu çox yüksək səviyyədə riayət edir. Biz nümunələri çox görürük. Dünyada çoxlu müharibələr baş verir, çoxlu hadisələr baş verir və görürük ki, uşaqların ölümü, tutaq ki, digər sahələrdə infrastrukturların partladılması, dağıdılması, biz bunu artıq gündəlik görürük. Və hesab edirəm ki, bizim bu sahədə 44 gün ərzində keçirilmiş bu müharibə nəticəsində vaxt gələcək, zaman gələcək, siz özünüz görəcəksiniz ki, bizim həm humanitar sahəsində, həm də hərbi sahədə qızıl hərflərlə yazılan bir əməliyyat kimi həyata keçiriləcək, antiterror əməliyyatı kimi həyata keçiriləcək. Çünki bu bizim ərazi bütövlüyümüzü tam təmin etdi. Mən fürsətdən istifadə edib bizim Ali Baş Komandanımıza, o cümlədən Allah rəhmət eləsin, bizim şəhidlərimizə, bizim qazilərimizə dərin minnətdarımı təşəkkür bildirmək istəyirəm ki, məhz onların bu səy nəticəsində bizim ərazi bütövlüyümüz təmin olundu, ərazi deməli suverenliyimiz bərpa olundu və Azərbaycan xalqı, Azərbaycan dövləti bu xoşbəxtliyi yenə də 1920-ci ildən bəri yenə də yaşandı və suverenliyimizi bərpa etdi. Bu çox vacib bir məsələdir və bu tarixi hadisələri, tarixi illəri bizə yaşatdıqlarına görə bütün insanlara dərin minnətdarımı təşəkkür bildirmək istəyirəm. Təşəkkür edirəm. Novruzhan, sanki elə bir dünyada yaşayırıq ki, artıq fikir verirsinizsə, dəyərlər itir, sıradan çıxır və ənənələr var. Sanki onlar da ya bilərəkdən, ya bilməyərəkdən yox olur. Necə düşünürsünüz? 106 yaşı var sizin Qızıl Aypara Cəmiyyətinin, təşkilatın. O gündən bugünə nə dəyişib? Hazırki dönəmdə dövlətlərin humanitar missiyaları nə dərəcədə onların öz ölkələrinə sadiqdir? Bu 106 il ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyəti çox şərəfli bir həyat yolu keçmişdir. Əfsuslar olsun ki, bir müddət ərzində, 70 il ərzində Sovet hökuməti tərkibində fəaliyyətini həyata keçirdi. Çünki biz müstəqil deyildik. Amma buna baxmayaraq, keçmiş zamanda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti çox yüksək səviyyədə dəyərləndirir. Həm bunu tarix deyir, həm də ki, oradakı olan həyata keçirilən işlər. Elə ən azı 2-ci Dünya müharibəsində bizim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işçiləri, könülləri çox böyük fədakarlıq göstərmişdilər. Mən hal-hazırda nə demək istəyirəm? Humanizm bir fəlsəfədir, humanizm bir həyat tərzidir. Humanizm bir xalqın, bir dövlətin, bir millətin onun xarakterini ifadə edən bir cəhətdir. Bunu biz xüsusi olaraq qeyd etmək istəyirik. Artıq siz təsəvvürə gəlirsiniz ki, qarşı tərəfdə ki, o əskərləri görəndə o mülki əhali o əskərlərdən qorxmayaraq bu humanitar diplomatiyanın qələbəsidir. Bunu mən xüsusi olaraq qeyd etmək istəyirəm. Və bu sahədə bizim gördüyümüz işlər çox vacibdir. Mən fürsətdən istifadə edib, bizim bu işdə bizə dəstək verən, xüsusi Allah rəhmət eləsin, biz bu gün Fəxri Xiyabanı ziyarət etdik, Ulu Öndərimizin qarşısında. Ona öz hörmət və ehtiramımızı bütün ayparaçılar çatdırdılar. Çünki məhz ilk o vaxtı 1994-cü ildə bizim Ulu Öndərimizin dəstəyi nəticəsində və diqqəti qarşısında Milli Məclis xüsusi bir qərar verdi ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlətdə, humanitar sahədə, beynəlxalq qızıl xaç və aypara hərəkatı sahəsində yeganə dövlət tərəfindən tanınmış bir cəmiyyət kimi qəbul olundu. Məhz ondan sonra biz 1995-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti beynəlxalq qızıl xaç və aypara hərəkatının tam bərabər hüquqlu üzvü seçildi və təbii ki, bizim imkanımız yarandı ki, o vaxtı o bizim qurum Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyası gəlsin burada bizim qaçqın və məcburi köçkünlərimizə yardım eləsin. 12 il ərzində Biləsuvar bəyə qeyd elədiyim kimi İmişli, Saatlı, Sabirabad zonalarında çadır şəhərcikləri var idi, yadınızdadır. Məhz
o çadır şəhərciləri bir mənalı olaraq bizim Beynəlxalq Qızıl Xaç və Əlpara Federasiyasından tam təminatı götürülmüşdür. İstəyir ərzaq, istəyir psixoloji yardım, istəyir təhsil, istəyir səhiyyə, hər bir cəhətdən, maddi cəhətdən təmin olunmuşdur və təbii ki, biz bu işi çox yüksək səviyyədə qiymətləndiririk. Hal-hazırda bizim milli cəmiyyətimiz, mən sizə deyim ki, bizim möhtərəm cənab prezidentimizin diqqəti və qayğısının nəticəsində artıq cənab prezident tərəfindən 8 sərəncam mövcuddur ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dəstək formatındadır. Elə 2004-cü ildə yanvarın 31-də imzaladığı sərəncam Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət dəstəyi sərəncamı bizə çox böyük önəm verdi və çox böyük güc verdi. 2007-ci ildə Namidə xanım Milli Məclis tərəfindən qəbul olunan Qızıl Aypara Cəmiyyəti haqqında qanun nümunəvi bir dünyada bir qanun oldu ki, hardakı dövlət bir daha milli cəmiyyətə öz münasibətini bildirmişdi. Mən inanıram ki, gələcəkdə də biz bu işləri yüksək səviyyədə həyata keçirdəcəyik və dövlətin bizə verdiyi bu etimadı əlimizdən gələn edəcək ki, onu doğruldaq. Mən təşəkkür edirəm sizə Novruz müəllim. Təbii ki, nə gözəl ki, nə yaxşı ki, biz regionda, bölgədə sülh və təhlükəsizliyə xidmət edirik. Məhz elə humanitar dəstəklə, humanitar missiyamızla. Təşəkkür edirəm bir daha sizə. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm, minnətdaram. Çox sağ olun. Bir daha xatırladım ki, qonağım millət vəkili eyni zamanda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan idi. Biz Novruz müəllimlə Azərbaycanın regiondakı, məhz bölgədəki humanitar addımlarını müzakirə elədik.